Bax, sən özün də Polşada kontent çəksən. Başqa kontent çəkənlər haqqında fikrin nədir? Bir düz ümumi sualdır. Yaxşı kontent çəkən olsa, yaxşıdır. Yəni heç bir problem yox. Məsələn, sizin kontentiniz bir kontentdir. Oturmusunuz nəsə danışırsınız. Bu bir kontentdir. Bu yaxşıdır. Yəni indi baxan var, baxmayan var. Xoşuna gələn var, xoşuna gəlməyən var. Amma bu kontentdir. Bir də var ki, boş kontentlər. Yəni biz buradayıq, ölün. Siz Azərbaycanlısınız. Bu kontentdir. Bu kontent deyil. Yəni mən sənə göstərdiyim studiyada qaldığın ev, nə bilim, hansısa şirkətdə, hansısa pozisiyada işləməyin, yəni yaxşı deyil. O vaxt idi ki, filankəs Google-da işləyir, filankəs Facebook'a işə girib. O vaxt hamı get Azərbaycan, burada 2 dənə Azərbaycan ya taksi sürür, ya bankda işləyir, ya da yəni IT şirkətlərində sizin kimi işləyirlər də. Yəni onsuz da bu hamı eləyir. Bura gələn hamı o işlə məşğuldur. Bunu bizə əlavə bir dəyər kimi, bir maraqlı bir şey kimi. Amma onun da deməli izləyicisi var ki, onun. Heç deyəzim, mən baxıram, heç kimi izləyən. Ancaq qohum əqrabasıdır. Balam, xeyirli olsun, nənəsi, babası. İlham vermir səncə gəlmək istəyən, bu yola şirkət içində işləmək istəyənlərə ilham verir? Yaxşı, deyək ki, gəlmək istəyir, verir də. Gələ bilir o adamlar. Gələ bilib, o bəlkə Azərbaycanda olduğu əlində olan işdən də xoşbəxtlik almamağa başlayır. Amma belə düşün də, gələcək yoxlayacaq olmasa Azərbaycan ordadır da, qayıdacaq. Kimi düşün. Heç olmasa qayıda Gələ bilmir axı. Çoxu